20 yanvar hadisəsinin il dönümüdür. 1990-cı ildə vətənimizin haqq-sevər, azadlıq sevər insanları Böyük Rus imperiyasına qarşı bir mücadiləyə qalxdılar. İnsanlar meydanlara töküldülər. Əlbəttə, buradakı insanların çoxunun o hadisələr yadındadır. Yəni, hamının burada demək olar ki, yaşı imkan verir ki, o hadisələri canlı şahid olur. İnsanlar əli yalın olaraq çıxdılar meydanlara. İnsanlar böyük bir imperiyanın qarşısında sipər oldular, canlı sipər oldular. Əlbəttə, o dövrün imperiyası necə ki, bütün xalqlara qarşı eyni cinayəti törədirdi, bizim də xalqımıza qarşı o cinayət törədildi, ordu yeridildi Bakıya, Gəncəyə və sair rayonlara və bir gecənin içində 19-undan 20-sinə keçən gecə böyük qətliam hadisəsi baş verdi. Günahsız insanlar, əli yalan insanlar şəhid edildi. Hətta tibb işçilərinə belə, evində oturan yaşlı bir qocaya belə rəhm olunmadı. O dövrün kadrlarını görürsünüz ki, hətta tibb maşınları belə tankların, BMP-lərin altında qalaraq əzildi. Böyük sayda insanımız şəhid oldu. Lakin biz nə qazandıq? Bunun müqabilində əvvəl xalq bir mənəvi ruhiyyə qazandı. Bu onu göstərdi ki, düşmənin əlindəki güc, qüvvət o qədər də mühüm məsələ deyil. Xalqın iradəsi olanda, xalqın əzmi olanda, hətta böyük bir imperiyanın qarşısında da durmağı bacarır. Bu, xalqımız özünə bunu bir də sübut elədi. Bir də bunu sübut elədi xalqımız ki, bizim insanımız azadlığını sevən bir insanlardır və tarixdə də bunun nümunəsini göstərdilər. Eyni zamanda da biz həmin zamanda öz dəyərlərimizi bir daha bərpa etdik. 70 illik bir zaman keçmişdi. Dini kəlmələr, dini terminlər artıq aradan getmişdi. Məsələn, şəhidlik deyə bir söz artıq yox idi. Sovet dönəmində bilirsiniz, məsələn, 41-45-ci ildə dünyasını dəyişənlərə dedilər və həlak oldu. Yəni, şəhadət sözü artıq yeni nəsil gəlmişdi və onlar üçün belə bir söz yox idi. Birdən-birə şəhadət məktəbi, şəhadət sözü canlandı xalqımız üçün. Birdən-birə insanlar üst tutdular, heç təsadüfi deyil idi ki, o dövrdə Dağüstü Park adlanırdı. Amma bir zamanlar orayı ilə Şəhidlər Xiyabanı olmuşdu. Bir də insanlarımız coşqu ilə aparıb öz şəhidlərini həmin xiyabanda dəfn elədilər, ora yenidən Şəhidlər Xiyabanı olaraq adlandırıldı və hər dəfə də mən 20 yanvarda bu hadisəni xatırlayıram ki, həmin dönəmdə Sovet məngənəsinin içində elə boğulan bir xalq idik. İnsanlarımız axışdı və Şəhidlər Xiyabanında həmin şəhidlərin dəfn mərasimində bir daha Mərsiyə ədəbiyyatını canlandırdılar. Bir daha Əbu Abdullah Hüseyn əleyhissalam xatırlandı. Yəni, bunlar, əzizlərim, nə təsadüfi bir hallar idi və nə də kiminsə təbliğatı ilə olan bir məsələ. Allah yolunda canından keçmiş Peyğəmbər ailəsi Həzrət İmam Hüseyn əleyhissalamın özünə, balalarına da eyni zamanda ağlayan bir xalqıq. Və bu bizim ən böyük dəyərlərimizdəndir və 20 yanvar hadisəsi bir daha bunları yaşatdı xalqımıza, bir daha bunları canlandırdı, bir daha bunları yenidən bizim zehinlərimizdə, düşüncələrimizdə oyatdı.